Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, Kərbəlada İmam Hüseyin Aleyhisselamın dəstəsində vuruşan deyilir ki, 2 Azərbaycanlı olur və bəzən də deyirlər 10 Azərbaycanlı olub ya da deyirlər Türk olub. Mən çoxlu araşdırma aparmışam. Yəni heç birində orada Azərbaycanlı ya da Türkün olduğuna mən rast gəlmədim. Deməli, Kərbəlada əsir düşən Əhl-i Beytdən olmayanların da siyahısını yazmışam. Uqbə İbni Sənan, İmam Hüseynin xanım nökəri olub, sonra İbni Səd onu azad edir. Səd İbni Ömər yəni. Nafa İbni Həlal, o Quran qarisi Həzrət Əlinin dostu olub, Şimr tərəfindən sonradan öldürülür. Müvəqqə İbni Samamə döyüşdə yaralanır, əsir düşür, qəbiləsi onu Küfədə azad etdirir, onu İbni Ziyad zəncirə vurub zəraya sürgün etdirir. Sərar İbni Münəm döyüşdə yaralanır, əsir düşür, İbni Səd onu öldürmək istəyir, qəbiləsi onu xilas edir, 6 ay sonra ölür. Vəhəb İbni Vəhəb, o xristiyan olub, anası ilə İmam Hüseynin yanında müsəlman olur, döyüşür və həlak olur. Ummi Əmr, əri və oğlu ilə imamın dəstəsinə qoşulmuşdu, əri, oğlu həlak olur, özü isə əsir düşür. Fizzə, o xanım Zəhranın kənici olub, əsir düşür. Ummi Vəhəb, bu ləqəbli daşıyan 2 qadın olmuşdur. Birisi şəhid olmuş, o birisi Şeyx Səduqun dediyinə görə xristiyan idi. Oğlu ilə imama qoşulmuşdu, o da əsir düşür. Yəni Şeyx Səduq Şiə alimidir, hədis alimidir. Bunu da o yazıb tərtib etmişdir. Onun kitablarında vardır. Tarixdə qeyd edilir, Həzrəti Zeynəb İbn Ziyadın məclisinə daxil olur, əmr edir ki, kənizləri onu əhatə etsinlər. Ancaq o kənizlərin adları açıqlanmır. Yəni kənizlər də yəqin ki, qadınlar olub, orada yəni kişidən söhbət getmir. 667-ci ildə Muaviyyə Şamda xəlifə olurkən Albaniyanın kralı Cavanşir onun yanına gedir.